Əsası əmanət şuurudur. Bax, bu dördün gətirsək, Sevinç xanım. Bir dərvişə deyiblər ki, dərviş, bizim halımızı necə görürsən? Deyib ki, hər şeyiniz var, amma açsınız. Ruhunuz acdır. Bugün insanlığına, tək Azərbaycan demirəm, Sevinç xanım, ruhu acdır, ruhu aclıq yaşayırıq. Baxın, nə qədər çətin olsa da, mən sizə bir şey deyim də, insanların yaşayış səviyyəsi 100 il bundan qabaq müqayisə olunmayacaq qədər yüksəkdir. Doğrudur. Kim nə deyir desin. Baxın, mən sizə bir şey deyim də, 200 il bundan qabaq insanların orta ömrü 35-40 ildir. Bəli. Amma bugün insan yalnızdır, tənhadır. Ona görə dərviş deyib ki, hər şeyiniz var, amma açsınız deyib. Yəni, bu ölçülərə gətirsək, qoysaq, indi sizin sualınızda saxlamış oldum buradan. Yox. Uşaqların kontrolçuluq mövzusuna qayıdıb bir mövzudan bağlı sual vermək istəyirəm. Məsələn, bura studiyamıza gələn mütəxəssislər uşaqlarla bağlı nəsə deyəndə, uşaq valideyn münasibətlərində iki haldan şikayətlənirlər. Bir hal deyirlər ki, uşağı çox nəzarət eləyirlər, çox kontrolçuluq eləyirlər. İkinci tərəfi isə uşaqları başsız çox buraxırlar. Məsəl üçün, evdən çıxır uşaq, səhər çıxır, axşam gəlir. Valideyn bilmir uşaq nə yedi, nə içdi, kimlərlə oturub durdu, dostları kim oldu, sosial mediada nə qədər vaxt keçirdi. Yəni və